Hə, köhnələr. Bu arxa planda gördüyünüz bizim Bakımızın ən gözəl binalarından biridir. Milli Əlyazmalar İnstitutu. Amma indi məncə bəzilərimiz bilmirsiniz ki, bu bina ilə bağlı əməlli başlı belə romanlar var. Hadisələr demirəm, romanlar deyirəm. Gəlin birindən mən sizə bugün danışım. O zaman Hacı Zeynalabdin Tağıyev çox çalışırdı ki, Azərbaycanda müsəlman qızları üçün bir məktəb açsın, bir təhsil ocağı açsın. Hətta özü bütün onun xərclərini ödəməyə hazır idi. Halbuki o zamanın Rusiyanın çarı Aleksandr III buna heç cür imkan vermək istəmirdi. Deyirdi ki, yəni qızlar getsin oxusun digər məktəblərdə. Sözü gəlmişkən, yəni o vaxt qızlar məktəbi var idi. Məsələn, Mariinskaya Gimnaziya adlanan bir məktəb var idi. Sonra Müqəddəs İnna adına olan bir məktəb, qızlar məktəbi var idi. Və çar da ki, yəni deyirdi ki, bütün yəni digər dinlərlə bir yerdə qoy elə müsəlman qızlar da getsinlər, bir yerdə oxusunlar. Neysə, 1894-cü ildə Çar Aleksandr III həyatını dəyişdi. Öldü, getdi. Onun yerinə gəldi Çar Nikolay, yəni Romanovlar sülaləsindən. Və həmən onun, yəni ki, inaugurasiyasına Hacı Zeynalabdin Tağıyev bir mesenat kimi, bir maarifçi kimi, bir kapitalist kimi sözsüz ki, dəvət almışdı. Və ondan öncə Hacı öz kanalları ilə birbaşa o vaxtı həmən Nikolayın həyat yoldaşı olan Aleksandra Fyodorovnaya bir yol tapmışdı. Onun bir qəlbinə yol tapmışdı. Və bir məktub göndərmişdi ona ki, hörmətli imperatriça, mən sizdən rica edirəm ki, siz Bakıda Qızlar Gimnaziyasının tikilməsinə bir izin verəsiniz. Və mən də sizə söz verirəm ki, onun bütün xərclərini mən götürürəm öz boynuma. Həmçində həmən o gimnaziyaya sizin adınızı verəcəyəm. Yəni həmən gimnaziya sizin adınızı daşıyacaq. Və həmən məktubun da yanında bir dənə zırıltı, bir dənə brilyant göndərmişdi. Neysə, İmperatriçanın çox xoşuna gəldi həmən məktub. Sözsüz ki, o brilyant daha çox xoşuna gəldi və nəticədə nəhayət ki, Bakıda müsəlman qızlar üçün məktəb tikildi. O, yəni həvvalə olunmuşdu o vaxtı Yosif Vaslovski, səhv eləmirəmsə, Vaslovski idi yoxsa nə? Vaslovski olmalıdır. Bir güclü arxitektor var idi, o tikdi o binanı. Yəni o bina bir unikal binadır. Bizdə Bakıda çoxdur gözəl binalar, amma onların bəziləri, belə deyək də, lap gözəlləri məhz bu İstiqlaliyyət küçəsində yerləşir. Və o bina bu cürünə, bu formada gəldi, öz yerini tutdu. Sonra 18-ci ildən 20-ci ilə qədər bizim Milli Azərbaycan Respublikasının parlamentin binası olub bu. Sonra isə həmən o bina adi bina olub, yaşayış binası, səhv eləmirəmsə, Hüseyn Cavid Əfəndi də həmən o binada yaşayıb və hətta hal-hazırda Hüseyn Cavidin də ev muzeyi də həmən o binada yerləşir. Bir müddət də Hüseyn Cavidin qızı Turan xanım da həmən o ev muzeyinin direktoru təyin olunmuşdu. Neysə, bu qədər. Dedim, bir məlumat verim sizə bu barədə, xəbərdar olasınız ki, həmişə o gözəl binanın yanından keçəndə, yəni bir balaca o binanın tarixini də biləsiniz. Yağış da yağır, birbaşa qəlbdən qəlbə.